Mayın 5-də Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının və YAP Sumqayıt Şəhər Təşkilatının birgə təşkilatçılığı ilə Konstitusiya və Suverenlik ili çərçivəsində böyük qayıdış, hədəfləri reallığa çevirən məqsəd yönlü strategiya mövzusunda tədbir keçirilib. Əvvəlcə Sumqayıt şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub. Abidənin önünə gül dəstələri düzülüb. Partiyanın Sumqayıt Şəhər Təşkilatının inzibati binasında keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra dövlət himni səsləndirilib. Tədbirdə Yeni Azərbaycan Partiyasının idarə heyətinin üzvü, partiyanın Sumqayıt Şəhər Təşkilatının sədri Ramiz Hüseynov, YAP Veteranlar Şurası sədrinin müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rızayev, politoloq İlyas Hüseynov çıxış ediblər. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətlərindən bəhs edilib. Qeyd olunub ki, Azərbaycanın konstitusiya quruluşunun və suverenliyinin bütün ölkə ərazisində tam bərpa olunmasının əsasında məhz Heydər Əliyev siyasəti dayanır. Ulu Öndər Heydər Əliyevin Azərbaycanın bugünü və gələcəyi ilə bağlı gördüyü işlərdən bəhs edən natiqlər vurğulayıblar ki, onun idarəçilik təcrübəsi, siyasi iradəsi, liderlik keyfiyyətləri hər bir çətinliyin öhdəsindən uğurla gəlməsini şərtləndirib. Bugün həmin siyasi iradəni Prezident İlham Əliyev nümayiş etdirir. Ərazi bütövlüyü və suverenliyini tam bərpa edən Azərbaycan bugün heç kimdən asılı deyil. Özü taleyinin sahibi olmaqla dünyada söz sahibi dövlətlərdən birinə çevrilib. Tədbirdə Yeni Azərbaycan Partiyasının Sumqayıt Şəhər Təşkilatının məsləhətçisi, gənc şair Elvin Əlizadənin "Dünən Zəngilana getmişdim" ata şeiri də səsləndirilib. Sonra tədbir interaktiv formada davam edib, iştirakçıların sualları cavablandırılıb. Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.